heyvanat aləminə baxıram, həyatı dərk eləmək üçün, Allahın möcüzələrini görmək üçün. Məsələn, o günləri görürəm ki, balıq suyun dibində ev tikir. Ah, deməli, o qədər orada ölçülər yerindədir ki, siz inanın, heç bir prorab o ölçünü ölçə bilməzdi. O balıq orada bir ornamentlər yaradır. Sonra o biri balığanı, yəni Əks cinsin nümayəndəsini. Əks nümayəndəsini dəvət edir. O da gəlir, baxır, evdən xoşu gəlir, qalır orada. Və bunu çəkiblər. Evdən xoşu gəlməsə nə baş verir? Onda çıxıb gedir də, o gedir başına çarə qılır. Bu da dediyim odur ki, baxırsan. Bax, orada prorab kimdir? Allah ona, biz deyirik balığın ağlı yoxdur da, məsələn deyirik. Gör ona, o rəsmləri orada suyun dibində nə cür çəkir.